Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif mövzusu olan tənliklər və bərabərlik mövzusuna baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm mövzuların geniş izahı, həm də orta məktəb təhsilindəki mövzuların izahları, sualların izahları paylaşılır uşaqlar. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. Birinci növbədə gəlin biz bərabərlikdən danışalım uşaqlar. Bərabərlik nə idi? Məsələn, mən deyirəm ki, 5 üstə gəlsin 3, 5 üstə gəl 3. Bərabərdir deyirəm ki, məsələn, 10 çıx 2-yə. Görürsünüz uşaqlar, bərabərliyin iki tərəfi var. Məsələn, bura sol tərəfdir, burada sağ tərəfdir. Uşaqlar, bərabərliyin sol tərəfi və sağ tərəfinə nə olmalıdır? Bərabər olmalıdır. Yəni, bərabərlik o zaman yaranırdı uşaqlar, bərabər. Yəni, eyni deməkdir, ekvivalent, eyni deməkdir uşaqlar. İndi burada bərabərliyin xassələri var uşaqlar. Baxın, deyir ki, burada yazılıb uşaqlar, bərabərliyin hər iki tərəfinə eyni ədədi əlavə etdikdə bərabərlik dəyişməzdir. Və burada görürsünüz uşaqlar, 5 ilə 5 bir-birinə bərabərdir. Üzərinə nə əlavə ediblər? 3. 5-in üstə 3 gəlində 8, yenə də 5-in üstə 3 gəlində 8. Məsələn, baxın burada 12 çıxır 3 9-dur. Baxın sonra hər iki tərəfinə 3 əlavə ediblər yenidən aşağıda yazılıb 12 bərabər 12. Yəni bu şəkildə bunu yaddan çıxartın. Yəni bizə verilən bərabərliyin sağ və sol tərəfinə eyni bir ədədi əlavə etdikdə eyni bərabərlik alınacaq. Sonra deyir ki, bərabərliyin eyni bir ədəd çıxdıqda uşaqlar. Yenə də eyni qaydadır. Çıxdıqda yenə pozulmur. Burada buna misallar verilibdir. Həmçinin uşaqlar, baxın, vurduqda da pozulmur uşaqlar. Vurduqda da həmçinin, böldükdə də burada da sıfırdan fərqli bir ədədə bölməmiz lazım. Çünki sıfıra böldüyümüz zaman, yəni əslində normalda sıfıra bölmə də yoxdur uşaqlar. Bu şəkildə baxmamız lazım. Yəni bunu biz ümumiləşdirsək, bərabərliyin sağ və sol tərəfini eyni bir ədəd toplasaq, eyni bir ədəd çıxsaq, eyni bir ədəd vursaq və həmçinin sıfırdan fərqli eyni bir ədədi bölsək, eyni bərabərlik, yəni bərabərlik heç bir zaman nə olacaq? Pozulmayacaq uşaqlar. Məsələn, misal nömrə 1-ə baxsaq, deyir ki, bərabərliyin xassələrindən istifadə etməklə boş xanalara uyğun ədədi və ya əməl işarələrini düzgün yazın deyir. Baxın uşaqlar, burada A variantında 12 çıx 3, baxın 9-dur. İndi 12 çıx 3 neçə var uşaqlar? 9. 9 da 4 gələn neçə eləyir? 9 üstə gəl 4 isə burada 4 olmalıdır. Bax uşaqlar, çünki burada 9 üstə gəl 4 var, burada 9 üstə gəl 4 olmalıdır. Buradan da bu 25 çıxısın 6 isə burada da deməli 6 olmalıdır. Baxın 18-i 6-ya bölür 3, 3 vur 6, burada 3 vur 6-dır. Baxın burada 3 var, deməli burada 6 olmalıdır. 9-u 4-də var 36, 36-nı 36 bölünsün, nə olmalıdır burada? 3 şəklində olmalıdır. Məsələn, baxın burada da deyir ki, 28 ilə 9-u toplayanda 37, 37 çıxılsın 9 olmalıdır bu çıxılmaya görə. 17-dən 5 çıxanda eləcək 12, 12 üstə 5, üstə gəlsin 5 olacaq. 27-ni 9-a bölünür 3, 3 vurulsun. Baxın, burada vurulsun olacaq, burada da vurma olmalı. Çünki 3-ü 4-ə, 3-ü 8-ə 24, burada da 3 vur 8 olmalı. 7-ni 9-a bölündə 63, 63 bölünsün 21 şəklində olmalıdır uşaqlar. Məsələn, burada baxın, kəsir verildiyi zaman da uşaqlar, baxın, kəsirin sötə məxrəcini neyiniblər? Eyni bir kəsir çıxıblar uşaqlar. Biz bunu necə edə bilərik? Təbii ki, kəsirlərin çıxılma qaydası ilə orta məxrəcə gətirməsə, bu ifadəni gəlin orta məxrəcə gətirəyim. 16-da, elə deyilmi? Bura 1 düşəcək, bura 4. Nə oldu uşaqlar? 8 çıxılsın 4. Neçələrdir? 16-da 4. İndi gəlin bunu hesablayaq. Bununla bunu orta məxrəc 12, 12-ni 6-ya bölünür, bura 2, burada 3. 3, 6 çıxılsın 3 neçələrdir? 12-də 3. Uşaqlar, baxın, 16-da 4 ilə 12-də 3 bir-birinə bərabərdirmi? İxtisar etsək, bax, bərabər olacaq. Bu elə də 4-də 1 ixtisar gedib, bu da elə də 4-də 1. Hə, 4-də 1, 4-də 1 nədir? Bərabərdir uşaqlar. Yəni, bu şəkildə biz istənilən bir misalı həll edə bilərik. Burada da uşaqlar, baxın, bu elədir 15-də 9. Bu da bərabərdir 5-də 3-ə. Mən bunları ixtisar etsəm 3-ə görə, bura 5, bura 3, 5-də 3, 5-də 3-ə nə oldu? Bərabər oldu. Məsələn, burada da uşaqlar, baxın, bu elədir 15-ə 9 vurulsun 15, bərabərdir 5-də 3 vurulsun 15-ə. Bununla bunu ixtisar edir, bura 3, bununla da bunu ixtisar edir, bura 9. 9 bərabərdir 3 vurulsun 3 şəklini alacaq uşaqlar. Bu da belə. Sonra gəldi uşaqlar biz sadə tənliklərin həllinə. Sadə tənliklərdə uşaqlar biz normalda, gəlin mən sizə belə bir şeylər deyim. Normal tənliklərin hesablanmasını biz bilirik, elə deyim. Məsələn, mən sənə desəm ki, A üstə gəlsin 7 bərabərdir 13. Neyini uşaqlar? A bərabərdir 13 çıxılsın 7 yazır. Əgər bunu toplamasa nəyə çevirir uşaqlar? Çıxmaya.
Və yaxud da mən məsələ desəm ki, 15 üstə gəlinsin x bərabərdir 20 yazmışsınız. Buradan x-i necə tapıram? 20 çıxılsın, 15 yazıldı uşaq. Yenə də çıxırdı. Yəni, əgər toplama varsa, hər zaman çıxacaq uşaqlar. Sonra gəldi çıxma əməlinə. Məsələn, mən sənə desəm ki, c çıxılsın 3 bərabərdir, 13 yazmışam. Burada c-ni tapmaq üçün nə edir? 12 üstünə nə gəlir? 3 gəlirdi. Baxın, bu azalan. Əgər azalan məhsuldursa, toplayırıq uşaqlar. Yox, əgər çıxılan məhsuldursa, məsələn, mən desəm ki, 15 çıxılsın, məsələn, b bərabərdir 10 desəm, sən onda b-ni tapmaq üçün azalandan fərqi çıxmalısan uşaqlar. Yəni, b bərabərdir 5 olmalı. Bunu unutmursunuz uşaqlar. Çıxmada da bu azalan dediyimiz kimi məhsul toplayacaq. Yox, çıxılan məhsul bu zaman isə çıxacaq uşaqlar. Sonra gəldik vurmaya. Məsələn, mən sənə desəm ki, x vurulsun 7 bərabərdir 21. Sən buradan x tapmaq üçün təbii ki, 21-i 7-yə bölməlisən. Bax, uşaq, vurmadsa bölmə olur da. Və yaxud da 5 vur b bərabərdir 15 yazsam belə yenə eyni şey olur. 15 bölünsün 5 şəklini alacaq. Sonra uşaqlar, baxın, bölmədə, vurmada həmişə uşaqlar, bax, toplamada həmişə toplaması çıxırıq. Bunu yaddan çıxartmırsınız. Həmişə çıxılır. Vurmada həmişə bölünür. Həmçinin bölmədə də həmişə vurulacaq. Bir dənə çıxmada bir dənə nüans var ki, bir yerdə toplayacaqsınız, bir yerdə çıxacaqsınız. Bunu yadda saxlasanız çox gözəl olar. Məsələn, uşaqlar, bölmədə mən desəm ki, sənə z bölünsün 5 bərabərdir 3 yazmışam. Buradan z-i necə taparam? 3 vurulsun 5 kimi yazmaq olar. Buradan z də bərabərdir 15 şəklində. Və yaxud da desəm ki, uşaqlar, bir də desəm ki, məsələn, 15 bölünsün, məsələn, nə yazaq? Y bərabərdir 3 yazmışam. Burada isə uşaqlar, baxın, burada yenə də çıxmada olduğu kimi 15-i 3-ə bölməliyəm uşaqlar. Y bərabər 5 olmalı. Bax, bunu da unutmursunuz. Çıxma ilə bölmədə bir dənə bu hissəsini qarışdırmayalım. Uşaqlar, indi gəlin keçəyim buradan misallarımıza. Məsələn, baxın, deyək ki, verilmiş tənliyin kökü. Şöyle kökün nədir? Burada kök anlayışı nədir uşaqlar? Kök tənliyin aldığı cadı. Məsələn, mən sənə yazıram ki, x üstə gəlsin 5 bərabərdir 13 yazmışam. A bərabər nə olur? 8. X bərabər 8 olur, elə deyilmi? X bərabər 8 bu tənliyin köküdür. Uşaqlar, tənliyin kökü nədir? 8. Yəni, onu doğru bərabərlik çevirən qiymət deməkdir uşaqlar. İndi gəlin bunu hesablayalım uşaqlar. Buradan 2x bərabər 18 isə təbii ki, x bərabər nə olacaq? 9. 9 ödədimmi? Bəli. İndi baxın buna. Burada uşaqlar 0,5 x bərabərdir 12 isə buradan x-i tapmaq üçün 12-ni nəyə bölməliyəm? 0,5-ə. Buradan x də bərabər cavabımız olacaq 24. Hər tərəfi 10-a vursa 120 bölünsün 5 olacaq 24. Bu da doğrudur. Məsələn, burada da yenə bölmə əməlisi nə etməliyəm? Vurmalıyam aşağılar. Buradan x bölünsün 0,2 bərabər 4-dürsə, buradan x bərabər 4 vurulsun 0,2. Buradan da x bərabərdir 0,8 olmalı. Amma 10 yazıblar. Deməli, bu səhvdir. Gəldi uşaqlar. Baxın, kəsr kimi olsa da bu çıxması toplamalıyam. Baxın, x çıxılsın 4-də 3 bərabərdir 0,25-dir. Deyim, buradan x də bərabərdir 0,25 üstə gəlsin 4-də 3. Uşaqlar, baxın, mən bu 4-də 3-ü necə yaza bilərəm? Baxın, 4-də 3. Hər tərəfini 25-ə vuraq. 100-ə tamamlayaq da, elə deyilmi? Neçə elədir aşağılar? %75. Mən bunu necə yaza bilərəm? 0,75 yazaram mı? Bəli. Ona nə olur aşağılar? 0,25 üstə gəlsin 0,75. Bunları topladığımız zaman nə olur cavabımız? 1. Doğrudurmu? Bəli, cavab 1 almalıydı. Baxın, burada da uşaqlar nə etməliyik biz? Buradan yazıb ki, 3-də 5 üstə gəlinsin, x də bərabər 3-ə. Buradan x də bərabər 3 çıxılsın, 3-də 5. 3-dən necə çıxırdıq aşağıda? Bu məxrəcinə 1 atırdıq. Ortaq məxrəc 3, 3-ü 1-ə böləndə bura 3, bura 1, 9 çıxılsın 5. Yəni, x də bərabər nə oldu? 3-də 4 şəklini alacaq uşaqlar. Bu da belə. Sonra gəldi uşaqlar. Biraz fərqli tip misallar. Baxın, uşaqlar, bayaq öyrətdiyim qaydalar var idi. Toplaması nə idi? Hər zaman çıxırdı. Məsələn, burada A, B, C-ni yazıblar. Özləri qeyd ediblər uşaqlar. Gəlin biz buradan başlayalım. C variantına bir dənə baxalım uşaqlar. X üstə gəlsin 1,3 bərabər 3,9-a. Mən buradan x-i necə taparam uşaqlar? Təbii ki, 3,9-dan 1,3 çıxaraq. Buradan x də bərabər 6, 2,6 şəklini alacaq. Məsələn, D variantına baxsaq, x üstə gəlinsin 2-də 1 bərabərdir 12,5. Uşaqlar, baxın, mən burada hər tərəfin bunu 5-ə vursam,
X üstə gəlsin 10/5 bərabərdir 12/5 oldu. X üstə gəlsin 0/5 bərabərdir 12/5'e. Buradan x də bərabər 12/5 çıxılsın 0/5'e. Buradan x də bərabərdir. Neçə oldu uşaqlar? 12. Deməli bunun da cavabı neçə olmalıymış? 12. Sonra burada da Y variantı burada çıxması nə etməliyik uşaqlar? Təbii ki toplamalıyıq. Yəni 2/9 üstə gəlsin 3/1 olacaq. Buradan x ilə bərabər cavabımız eləyəcək 6. F variantına baxsaq uşaqlar yenə də çıxmadı. Nə etməliyim? Toplamalıyım. 3/5 üstə gəlsin 3/1. Buradan da nə olur aşağılar? 3/6. Bu da neçə deməkdir uşaqlar? Bu da x bərabər 6 3'e bölündə cavabımız eləyəcək 2. Sonra toplamada uşaqlar nə etməliyik? Çıxmalıydıq. X bərabərdir. Yəni 5 çıxılsın 0/8'e. Bundan da bunu çıxdığımız zaman necə çıxırdıq aşağıda? Baxın 5. Bura bir dənə virgül atırdıq. Burada 0/8. Bura 2, 4. 4/2 şəklini alacaq. H variantına baxsaq uşaqlar biz. H variantında isə uşaqlar nə etməliyik? Burada biz indi gəlin məsələn mən bunu hər tərəfini 2'yə vursam nə olar uşaqlar? Baxın elədi 10/26. Yəni 2/6 demək. Onda mən bunu yazanda yazıram. Bax x üstə gəlsin 0/2 bərabər 2/6'ya. Burada x də bərabər 2/6 çıxılsın 0/2'ye. Buradan x də bərabər 2/4'e. Demək cavabımız bu şəkildə olmalıdır. Sonra gəldi I variantına. I variantında x bərabər çıxmazsa nə etməliyik uşaqlar? Toplamalıyıq uşaqlar. Topladı. Buradan da x də bərabərdir 4/8 şəklini alacaq. Bu J variantında uşaqlar gəlin bunu hər tərəfini nəyə vuraq? 25'e vuraq. Neçə elədi bu? %75. Yəni 0/75 olur. X çıxılsın 0/75 bərabərdir 1/25'e. Buradan x də bərabər 1/25 üstə gəlsin 0/75. X də bərabər cavabımız olacaq 2. Bu da belə uşaqlar. Sonra gəldik belə bir suallara. Bax deyək uşaqlar, baxın indi yenə də eyni xassədir. Burada toplama çıxmaya aid olan misal indi vurma, bölmə. Uşaqlar biz vurmada bilirdik ki, həmişə bölməliyik. Bölmədə isə bir yerdə bölürdük, bir yerdə vururduq. Məsələn, baxın burada C variantında 5-ci sualın C variantına baxdığımız zaman uşaqlar, burada mən x-i tapmaq üçün 3/8'i bölməliyim 2'yə. Burada x eləyəcək 1/9. Məsələn uşaqlar D variantına baxsaq, D variantına buradan x-i tapmaq üçün 12/6'nı bölməliyim 6'ya. Buradan x də bərabər 2/1 şəklini alacaq. Məsələn Y variantında uşaqlar yenə də baxın eyni xassə 4/5'i bölməliyəm 3'e. Vurmada həmişə bölürük uşaqlar. Bu da 1/5 eləyəcək. Bunların xassələrini atıb bir də necə bölməli olduğumuzu bilirik. Mən bir də bunların üstündə durmuram uşaqlar. Uşaqlar baxın burada vurması yenə bölməliyəm F variantında. X-i tapmaq üçün 5/12'ni bölməliyəm 4'e. Buradan x də bərabərdir 5/12 vurulsun 4/1 olacaq. Bununla bunu xısayı bura 3. X də bərabərdir 5/3 şəklini alacaq uşaqlar. Sonra burada indi bölmədirsə, baxın uşaqlar, əgər məhsul birinci gəlirsə bölmədə vuracağım. Nə olacaq? 2/9 vurulsun 2'yə. Buradan x də bərabərdir 5/8'e. Baxın uşaqlar, H-da da həmçinin eyni qaydadır. X-i tapmaq üçün 6/5'i vurmalıyım 3'e. Bununla bunu xısayı bura 2. X də bərabərdir 2/5 şəklini alacaq. Sonra uşaqlar baxın, yenə eyni xassədir. Yenə də bura keçirdiyim zaman nə etməliyəm? Vurmalıyam. Bu I variantında x bərabər 4/2 vurulsun 6'ya. Buradan da x də bərabər bura 2, 25. 25/2. J variantında da x tapmaq üçün 1/25'i vurmalıyam 4'e. Buradan x də bərabər bura 0, bura 0, burada 5. Cavabımız elədi 5 uşaqlar. 5 olacaq cavabımız. 5 virgüllər getdi. Belə uşaqlar, belə. Bu da belə. İndi uşaqlar mövzumuz bu qədər. Bu bir neçə əməl daxil olan tənliklərin həllini isə növbəti video izahında edəcəm onun izahını. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.